Göyün çağırışı, səmada yanan həyat nağılı uzaq illərin tozunu üzərində daşıyan min illərin xatirələrini və əcdadların hikmətini özündə birləşdirən Azərbaycanın gözəl torpaqlarından birində Göyçinarə adlanan kiçik, lakin ruh dolu bir kənd yerləşirdi. Göyçinarın dar daş küçələri, hündür dağların ətəyində uzanan tarlaları və axan çayın səsi burada yaşayan hər kəsin qəlbində keçmişin acı şirin hekayələrinin, ailə dəyərlərini və gələcəyə dair sarsılmaz ümidləri oyadırdı. Hər daş, hər yarpaq, hətta ətrafa əsən yüngül külək belə, sanki əcdadlarımızın unudulmaz sözlərini, sevgi, mərhəmət, ədalət və inamı fısıldayırdı. Göyçinar sakinləri üçün həyat yalnız torpaq, çay və dağlardan ibarət değildi, o, həm də səmada yanan işıq kimi sonsuzluğa uzanan ümidin və azadlığın simvoluna çevrilmişdi. Kəndin mərkəzində Ümid məscidi dayanırdı. Məscidin divarlarında asılmış qədim əl yazmaları və naxışlar əcdadlarımızın öyrətdiyi dəyərlərin canlı şahidləri idi. Hər səhər günəşin ilk şüaları məscidin pəncərələrindən içəri süzülərək orada toplanan insanların qəlbində yeni bir işıq, yeni bir ümid bəxş edirdi. Göyçinarın ən hörmətli ailələrindən biri olan Məmmədovlar ailəsi kəndin ənənələrinə və dəyərlərinə sadiq qalan insanlardan sayılırdı. Ailənin başçısı Həsən bəy torpaqla, ənənələrlə və əcdadlarımızın qoyduğu dəyərlərlə dolu həyatını övladlarına nümunə edərək onlara və bütün kəndə belə deyirdi: bizim torpaq yalnız bir yer deyil, o, bizim canımız, ruhumuz və gələcəyimizdir. Hər daş, hər yarpaq, hər axan su min illərin hekayəsini, sevginin, mərhəmətin və ədalətin sədasını daşıyır. Bizim vəzifəmiz bu dəyərləri qoruyub saxlamaq və gələcəyə ötürməkdir. Həsən bəyin iki övladı, çalışqan gənc Rafiq və incə ruhlu, duyğularını şeir dilində ifadə edən Nigar, atasının öyrətdiyi dəyərləri, ailə ənənələrini və torpağın sədasını dərin hörmətlə öz ürəklərində daşıyırdılar. Rafiq tarlalarda günəşin isti şüaları altında əməyi ilə məşğul olur, torpağın qoxusunu, əcdadların qoyduğu dərin izləri və hər kəsin həyatında yanan sarsılmaz ümidin sədasını hiss edirdi. Nigar isə günəşin batışı ilə məscidin qarşısında yerləşən köhnə kənarda oturub, ürəyində yanan duyğuları şeirə tökərək, hər kəsin qəlbində yeni arzular və ümidlər oyandırırdı. Lakin bir gün Göyçinarın sakinləri səmaya daha yaxın baxmağa başladı. Gecələr ulduzların sayəsində səma sanki bütün dünyanın qapısını açır, geniş mavi səma altındakı hər bir ulduz insanın qəlbində yeni ümid və arzular oyandırırdı. Rafiq tarlada çalışarkən göyə baxır, ulduzların parıltısında öz həyatının, əcdadların qoyduğu dəyərlərin və gələcəyin sirlərini axtarırdı. O, düşündü, göy, bu sonsuzluq, bu işıq, sanki hər kəsin içində yanan sarsılmaz ümidin və azadlığın təcəssümüdür. Hər ulduz, hər şimşək, hər bulud, həyatın dərin sirrinin, əcdadlarımızın öyrətdiyi hikməti bizə göstərir. Nigar isə göyün parlaq ulduzlarına baxaraq şeir yazırdı, göy səninlə əzizim hər gecə ümidlə dolur. O, bizim keçmişimizi, əcdadlarımızın hekayələrini və gələcəyin ümid dolu yollarını daşıyır. Səmada yanan o parlaq işıq, ürəyimizdəki sarsılmaz sevginin və mərhəmətin əbədi sədasıdır. Bir gün kəndin meydanında toplanan insanlar arasında böyük bir görüş keçirildi. Kəndin yaşlıları, gəncləri və bütün ailələr bir araya gəlib, keçmişin hekayələrinin, ailə bağlarını, sevincləri və kədərləri paylaşırdılar. O gün qoca Məhəmməd bəy illərin təcrübəsi və sarsılmaz hikməti ilə insanlara belə dedi: əzizlərim, səmaya baxın. O, yalnız bir təbiət möcüzəsi deyil, bizim içimizdə yanan sarsılmaz ümidin və sevginin də simvoludur. Hər bir ulduz, hər bir şimşək həyatın bizə verdiyi dərsləri, acılarını və sevinclərini bizə xatırladır. Ailə və dostluq bizim ən böyük sərvətlərimizdir və hər sınaq, hər çətinlik bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Həyatın hər sınağı bizi daha da böyüdür və qəlbimizdə yanan ümid işığını daha da parlaq edir. Bu sözlər gənc Rafiqin qəlbində böyük suallar oyatdı. O, tarlalarda, axan çayın kənarında və dar küçələrdə gəzərkən keçmişin vətənpərvər hekayələrindən və əcdadlarımızın öyrətdiyi dəyərlərdən ilham alırdı. Rafiq öz-özünə düşünürdü, həyat yalnız asan yollarla keçmir. Hər bir çətinlik, hər bir əngəl insanın içində yanan sarsılmaz ümid və sevginin bir parçasıdır. Göy sənin sonsuzluğun, əziz ulduzlar, bizə həyatın əsl nizamını və içimizdə yanan sarsılmaz işığı göstərir. Biz bu dəyərləri unutmadan həyatımızı daha mənalı və dəyərli edəcək yollar axtarmalıyıq. Nigar isə öz şeir və nəsr əsərlərində keçmişin acı şirin xatirələrinin, ailə və dostluq bağlarının sarsılmaz gücünü və səmada parlayan ümidin sədasını sənədləşdirirdi.
Onun yazdıqlarında sanki Tolstoyun romanlarında təsvir olunan kimi hər kəsin öz içindəki dərin duyğuları, kədəri, sevinc və ümid bir araya gəlirdi. O belə yazırdı: hər kəlmə, hər şeir insanın qəlbində yanan sarsılmaz ümidin və sevginin təcəssümüdür. Göy, sənin sonsuzluğun, hər bir ulduzun parıltısı, ailə və dostluq bağlarımızın dərinliyi, həyatın hər sınağının bir dərsidir. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk və həyatın əsl mənasını öyrənirik. Zaman axdıqca Günəşabad sakinləri öz ənənələrinə, dəyərlərinə və ailə bağlarına daha da sıx bağlı qaldılar. Hər ailə, hər dostluq və hər birlik keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını öz həyatlarına daşıdı. Gündüzlər tarlalarda, axan çayın kənarında və dar küçələrdə həyatın sədası, ailə və dostluq bağlarının dərinliyi hiss olunurdu. Gecələr isə ulduzların parıltısı altında hər kəs öz içində yanan sarsılmaz ümidin işığını bir daha canlandırırdı. Bir neçə ay sonra kənddə böyük bir bayram, Göy bayramı keçirildi. Bu bayram hər kəsin öz həyat hekayəsini, sevinclərini, kədərlərini və ailə, dostluq əlaqələrini yad etdiyi, həm də səmada yanan o sonsuz işığın, hər ulduzun gətirdiyi ümidin və biliklərin qeyd olunduğu bir gündü. Bayram sabahı erkən saatlardan başlayaraq, bütün ailələr bir-birinə sevgi və hörmət bəxş edərək, keçmişin acı və şirin xatirələrini və gələcəyin sarsılmaz ümidini yad etdilər. O gün məscidin qarşısında toplanan insanlar arasında qoca Məhəmməd bəy böyük bir çıxış etdi və belə dedi: əzizlərim, göy yalnız ulduzlardan ibarət deyil, o, bizim qəlbində yanan sarsılmaz ümidin və sevgimizin, ailə və dostluq bağlarımızın, əcdadlarımızın öyrətdiyi dəyərlərin təcəssümüdür. Həyatın hər sınağı, hər çətinliyi bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi inamla qura bilərik. Göy, sənin sonsuzluğun bizə həmişə yeni başlanğıclar və ümidlər bəxş edir. Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın qələmi ilə yazdığı hekayələrdən ilham alaraq öz həyat yollarında qarşılaşdıqları çətinlikləri, sınaqları və əngəlləri aşaraq qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdiyini anladı. Gənclər ailələrinin və dostlarının dəstəyi ilə hər çətinlik qarşısında daha da gücləndilər, yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu bir daha xatırladılar. Rafiq və Nigar kəndin yaxınlığındakı geniş dağlıq ərazilərə, meşələrə və sərin çay kənarlarına səyahətə çıxdılar. Onlar dağların sərt qayalarının, meşələrin sərin kölgələrini və axan çayın sədasını dinləyərək həyatın hər bir çətinliyinin və əngəl qarşısında insan qəlbində yanan sarsılmaz ümidin bir parçası olduğunu daha dərindən anladılar. Səyahət zamanı onlar keçmişin öyrətdiyi hekayələrdən, kəndin yaşlılarından və təbiətin öz sədasından ilham alaraq həyatın əsl mənasını, ailə, dostluq və bilik yenidən kəşf etdilər. Dağların ətəyindən axan çayın sədası ilə ahəngdar birləşən bu səyahət, Rafiqin və Nigarın qəlbində dərin izlər buraxdı. Bir gün geniş meşələrin arasında yerləşən qədim bir mağara qarşısında dayanan Rafiq, mağaranın qapısına yaxınlaşarkən, sanki içində yanan hər bir duyğu, kədər və sevinc, keçmişin və gələcəyin birləşdiyi o əbədi sədaya çevrildi. Mağaranın soyuq qaranlığında Rafiq köhnə əl yazmalarını, əcdadların izlərini və unudulmuş xatirələri tapdı. Hər bir sətirdə keçmişin acı şirin dərslərin, ailə və dostluq bağlarının sarsılmaz gücü və insan qəlbində yanan sarsılmaz ümidin parlaq işığı vardı. Rafiq bu yazıları diqqətlə oxuduqca öz iç dünyasında dərin dəyişikliklər baş verdi və o an anladı ki, hər bir çətinlik, hər bir sınaq, həyatın özü, insanın qəlbindəki sarsılmaz gücü və sevgini ortaya çıxarır. Nigar da mağaranın digər künclərində keçmişin dərin hekayələrinin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını sənədləşdirən digər əl yazmalarını tapdı. O, gördüklərini öz şeirində ifadə edərək belə yazdı: hər bir düstur, hər bir hesab insan qəlbində yanan sarsılmaz ümidin və sevginin, mərhəmətin təcəssümüdür. Keçmişin acıları və sevincləri, ailə və dostluq bağlarımızda, sarsılmaz ümidimizdə əks olunur. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk və həyatın əsl mənasını öyrənirik. Səyahətlərini bitirərək Rafiq və Nigar Günəşabada qayıtdılar. Onların qəlbində mağarada yaşadıkları o dərin hisslər, əcdadlarımızın öyrətdiyi dəyərlərin, ailə və dostluq bağlarının və gələcəyin sarsılmaz ümid dolu arzularının əks olunması aydın şəkildə hiss olunurdu. Kəndə qayıtdıqları gün Həsən bəy bütün ailə və kənd sakinləri arasında böyük bir məclisdə çıxış edərək belə dedi: əzizlərim, Rafiqin və Nigarın səyahəti,
Hər birimizin həyatında qarşılaşdığı çətinlikləri və əngəlləri aşmaq üçün nə qədər dərin güc və sarsılmaz ümidin olduğunu bizə göstərdi. Hər kəsin qəlbində yanan o sarsılmaz işıq, keçmişin dərslərinin, ailə və dostluq bağlarımızı, sevgini və mərhəməti bizə xatırladır. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi inamla qura bilərik. Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın qələmi ilə yazdığı hekayələrdən ilhamlanaraq öz həyat yollarında qarşılaşdıqları hər çətinliyi, sınağı və əngəli aşaraq qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdiyini anladı. Gənclər ailələrinin və dostlarının dəstəyi ilə hər çətinlik qarşısında daha da güclənərək öz yollarında inamla irəlilədilər, yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu bir daha xatırladılar. Zamanın axışı ilə Günəşabad sakinləri öz ənənələrinə, ailə və dostluq bağlarına və insan qəlbində yanan sarsılmaz ümidin işığına daha da möhkəm sarıldılar. Hər ailə, hər dostluq, hər birlik, hamısı keçmişin acı şirin xatirələrinin, əcdadlarımızın öyrətdiyi dəyərləri və gələcəyin parlaq ümidini öz həyatlarına daşıdı. Gündüzlər tarlalarda, axan çayın kənarında və dar küçələrdə həyatın sədası, ailə və dostluq bağlarının dərinliyi hiss olunurdu. Gecələr isə ulduzların parıltısı altında hər kəs öz içində yanan sarsılmaz ümidin işığını bir daha canlandırırdı. Beləliklə, Ümidin dərsləri, Qəlbdə yanan həyat nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış bir nağıl olaraq nəsillərə ötürüləcək və hər kəsin həyat yolunda işıq tutacaq bir irs oldu. Hər kəs bu dastanı oxuduqca həyatın hər bir anında qarşılaşdığı çətinlikləri, sınaqları və əngəlləri aşaraq öz içində yanan sarsılmaz işığın, sevginin və mərhəmətin dəyərini bir daha kəşf edəcək. Çünki həyat yalnız maddi sərvətlərdə deyil, qəlbdə, ailə və dostluq əlaqələrində və keçmişin dərslərində gizlidir. Biz bu nağılı yaşatmaqla gələcək nəsillərə və bütün dünyaya insan ruhunun dərinliyini, sarsılmaz ümidin və sevginin əbədi sədasını bəxş etmiş o qiymətli dəyərləri təqdim edirik. Bu hekayə yalnız Günəşabadın, yalnız Məmmədovlar ailəsinin və yalnız Rafiqin və Nigarın hekayəsi deyil, o, bütün insanlığın həyat yolunda qarşılaşdığı çətinliklərin, sınaqların və sarsılmaz ümidin, sevginin və mərhəmətin əbədi sədasıdır. Hər kəsin ürəyində yanan o sarsılmaz işıq, keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirərək, bizə həyatın əsl mənasının dərinliyini və əbədi gözəlliyini xatırladır. Beləliklə, Ümidin dərsləri, Qəlbdə yanan həyat nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun böyük romanlarından ilham alan bir nağıl olaraq nəsillərə ötürüləcək və hər kəsin ürəyində əbədi iz buraxacaqdır.